Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində 2026-cı ilin ilk 6 ay ərzində təsərrüfatlar arası və təsərrüfat daxili suvarma kanallarının 199,2 kilometrlik hissəsində 287,6 min kubmetr lil təmizlənib. Şin çayı, o cümlədən Kilsəburun adlanan ərazi, Quruçay, Kiş çayı və Daşağıl çayda çay məcralarının tənzimlənməsi işləri həyata keçirilib. Əlican çayın Çay-Qaraqoyunlu kəndindən keçən hissəsində də məcra tənzimləmə işləri aparılıb. Qurcana çayının aşağı hissəsində layihə əsasında padratçı tərəfindən çəkilmiş kanalizasiya borusunun üzəri yağış suları nəticəsində dağılmış həmin hissə bərpa olunaraq möhkəmləndirilib. Bundan əlavə, Zəyzid çay ərazisində yerləşən su təchizatı mənbəyinin sıradan çıxması nəticəsində təxminən 1000 nəfərə yaxın əhali içməli sudan məhrum olub. Yaranmış problemin operativ şəkildə aradan qaldırılması məqsədi ilə idarə tərəfindən əraziyə 2 ədəd texnika cəlb edilib və su təchizatının bərpası istiqamətində zəruri tədbirlər görülüb. Deməli, tədbirlər nəticəsində kanalda su ətrafa daşmamış, yəni ətrafda bildiyiniz kimi təsərrüfatlar yerləşir, o cümlədən yaşayış məntəqələri yerləşir. Yəni burada ciddi problem olmamış, amma yenə də biz mütəmadi olaraq qabaqlayıcı tədbirləri görürük. Hal-hazırda da iri həcmli texnika bura yönəldilib və burada neçə güncə iş aparılır. Yaxın günlərdə buradakı işlə yekunlaşacaq. Kiş, Şin, Zəyzid, Küngüt və Əyriçay çaylarında son günlər yağan fasiləsiz yağışlar nəticəsində sululuq artıb, gətirmələr hesabına çay məcraları xeyli qalxıb. Əvvəlcədən yığdığımız deməli torpaq bəndlər, sahil bərkitmə işləri sel nəticəsində, yaranmış sel nəticəsində tamamilə yuyulmuşdur. Qabaqlayıcı tədbirlər çərçivəsində çay məcraları mexaniki üsullarla təmizlənib, lil və gətirmələrdən azad olunub, su ötürücü qabiliyyətin artırılması üçün çay yataqlarında tənzimləmə və dərinləşdirmə işləri aparılıb. Sahil boyu mühafizə bəndləri və hidrotexniki qurğular yoxlanılıb, zəruri ərazilərdə sahil bərkitmə işləri görülüb. Riskli ərazilərdə daşqınların qarşısının alınması üçün əlavə tədbirlər həyata keçirilib. Xüsusi texnikalar strateji nöqtələrdə yerləşdirilərək əraziyə fasiləsiz nəzarət təşkil olunub. Hal-hazırda biz rayonun tabeliyində olan Quruçay ərazisindəyik. Burada son vaxtlar yağan leysan yağışları nəticəsində yaranmış sel, bu çayda da müəyyən problemlər yaranmışdı. Göründüyü kimi, əvvəlcədən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində əhalinin yaşadığı yaşayış məntəqələrinə və o cümlədən pay torpaqlarına selin gətirdiyi deməli, gətirmələr və su düşməmiş. Bu da bizim əvvəlcədən gördüyümüz tədbirlərin nəticəsidir. İdarədən bildirilib ki, həyata keçirilən meliorativ tədbirlər nəticəsində suvarma kanalları lildən təmizlənir, suyun maneəsiz axını və su itkisinin minimuma endirilməsi təmin olunur. Fermerlər də görülən işlərin məhsuldarlığa müsbət təsir göstərdiyini bildirirlər. Su olmasa biz heç nə ya əkə bilmirik, ya biçə bilmirik. İşimiz buradan sudan olmasa biz heç nəyə nail ola bilmirik. İndi son dövrlərdə də gördüyü kimi bir ilən taxılda suladıq. Əməlli taxılımdır. Mənim özümün, şəxsən özümə məxsus olan 7 hektar 31 sotluq torpaq sahəm var. Əkdik, biçdik, taxılımız da oldu, məhsuldarlığımız da oldu. Qeyd edək ki, Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən çaylarda baş verən sel hadisələri nəticəsində yaranmış çətinliklərin təsirinin minimuma endirilməsi və əhalinin su təminatında fasilələrin qarşısının alınması istiqamətində işlər davam etdirilir.